bugün hardayıq? Elmlər Akademiyasında. Salam dostlar. Bugünkü vloqum anamın yeni çap olmuş kitabı haqqındadır. Kitab universitet tələbələri üçün hazırlanmış dərs vəsaitidir. Bu kitab Azərbaycan ədəbiyyatında qadın ədiblərin həyat və yaradıcılığından bəhs edir. Kitab Gəncədəki çap mərkəzindən çıxdıqdan sonra biz onları götürüb ölkəmizdəki müxtəlif kitabxanalara paylamağa başladıq. Əvvəlcə kitabların bir hissəsini Gəncədəki mərkəzi kitabxanaya apardıq. Qalanları isə özümüzlə Bakıya gətirdik. Bakıda kitabların bir neçə böyük kitabxanaya təqdim etdik. Elmlər Akademiyası kitabxanasına, Axundov adına Azərbaycan Milli Kitabxanasına, Prezident kitabxanasına və başqa kitabxanalara təqdim etdik. Bu kitabda Məhsəti Gəncəvi, Xurşudbanu Natəvan, Əzzə Cəfərzadə, Mirvarid Dilbazi, Mədinə Gülgün, Xanımana Əlibəyli, Nigar Rəfibəyli və başqa neçə qadın şairi həyatı və yaradıcılığı öz əksini tapıb. Dostlar, bu kitabın müəllifi anam olduğu üçün bu kitab mənim üçün çox əzizdir və mən burada onu öpürəm. Kitabın arxasında anam haqqında məlumat yazılıb. Məlumatda göstərilib ki, anam Ağakişiyeva Səadət Arif qızı, filologiya üzrə fəlsəfə doktorudur. Mingəçevir Dövlət Universitetinin baş müəllimidir. Ailəlidir, 3 övladı var. Üçüncüsü də mənəm. Dostlar, mən bu işdə anama kömək elədiyim üçün çox sevinirəm. Kitabı oxuyacaq hər kəsə xoş oxular arzulayıram. Dostlar, bu isə dahi Azərbaycan şairi Hüseyn Cavidin heykəlidir. Atam və anam mənim adımı bu böyük insan şərəfinə Cavid qoyublar. Cavid çox gözəl addır. Mən adımı bəyənirəm və fəxr edirəm. Cavid sözü əbədi, həmişə yaşar deməkdir. Hüseyn Caviddə yazdığı əsərlər sayəsində adının mənası kimi əbədi və həmişə yaşar olmağı bacardı. Mən də böyüyəndə adıma layiq olacağıma söz verirəm. Beləliklə, növbəti vloqumun da sonuna gəldik dostlar. Ədəbiyyatla, şeirlə, sözlə qalın. Yeni vloqlarda görüşmək ümidi ilə salamat qalın dostlar.